Kargolarımız var, gəlin onları açalım. Bu əvvəldən gəlib də bunu da qoymuşam pulsunu. Bu alışverişin içərisində həm Fidana, həm İnciyə, həm özümə almışdım. Fidanın ağ şalvarı burada göstərəcəm indi. Bayaq kargoda üstə olan vardı ha. O əvvəldən gəlmişdi. Ona görə onu da göstərdim. Bu birinci şortik dəsti İnci nənə çox qəşəng qaldı. Bu isə çox boş qaldı. Hal-hazırda əlimdə göstərdiyim. Bunu uşaqlarınıza alanda topuş qızlara daha qəşəng qalar, belə deyim sizə. Biraz enli modeldir. Həm altı, həm üstü. Bu dediyim şalvar bax budur. Dünəndən gəlmişdi deyəni açıb göstərdim. İç göstərir. Yəni almaq istəsəz nəzərə alın onu. Mən isə özüm üçün çoxlu platyalar almışdım. Məsələn, bu xalxallı paltar əynimdə çox qəşəng qaldı. Hamısını əynimdə storyda giyinim göstərmişəm sizə. Baxa bilərsiniz. Sadəcə olaraq biraz böyük almaq məsləhət bilə bilərəm. Mən boyum 1.65, kilom isə 90 kiloqramdır hal-hazırda. Yəni bunu nəzərə alın. Bu basic köynəklər isə özüm çalmışdım. Çox qəşəngdir. Ölçülərin hamısını storyda əynimdə göstərəndə qeyd edəcəm. Yəni ölçüyə getdi, belə deyim sizə. Sonra hal-hazırda sizə favori paltarımı göstərəcəm. Ən belə sevə-sevə aldığım. Buna da qəşənglər qarab, balaca tabanlı bir ayaqqabı. Çox sevə-sevə almışdım. Sadəcə olaraq çox təəssüf ki, əynimə biraz balaca qaldı, qarnımı göstərdi. Almaq istəsəz bir ölçü böyük alın. O zaman daha gözəl qalacaq. Amma belə paltar çox möhtəşəmdir. Storyda baxa bilərsiniz. Bu paltar isə ən bəyəndiyim paltarım oldu. Həm ölçüsü, həm mənə yaraşmağı ideal bir paltar kimi qaldı əynimdə, baxa bilərsiniz. Bu paltarı isə belə də, yəni qarnımı göstərdiyimə görə çox da sevə bilmədim. Amma əlbəttə ki, geyinəcəm. Burada sarı köynək isə Fidoşun köynəyidir. Həmin ağ şalvardan giyinməyə alıb özün üçün çox qəşəng yaraşdı əynində. Bunların hamısının linki Instagram və TikTok storylərində və WhatsApp kanalımda olacaq. WhatsApp kanalımın linki isə Instagramda bio hissədədir. Hansının orada stoku varsa hamısını orada paylaşacağım. Çox sağ olun axıra qədər baxdığınıza görə.